Bir cümlə həyatımı tamamilə dəyişdi. Bir il əvvəl mən satış meneceri kimi fəaliyyət göstərirdim və hər günüm demək olar ki, eyni keçirdi. İş, ev, yorğunluq, demək olar sabaha heç bir ümidim yox idi. Ancaq o cümləni gördükdən sonra bu cümlə məni özümə gətirdi. Ya öz arzuların üçün işləyirsən, ya da ki, başqalarının xəyallarını gerçəkləşdirirsən. Həmin gündən artıq qərar vermişdim ki, öz işimi qurmalıyam. Çox qısa bir müddətdə artıq mən işdən ayrılıb öz işimi qurmaq üçün ilk addımı atdım. Təbii ki, hər kəs kimi mən də qorxurdum və düşünürdüm ki, nəyisə bacarmaram. Amma bir şey başa düşürdüm ki, qorxunun faydası yoxdur. Sadəcə addım atmalısan və irəli getməlisən. Hər şeyin doğru olacağı zamanı gözləməyin, çünki doğru zaman anlayışı yoxdur. İnsan artıq yolda formalaşır və təbii ki, çətinliklərin hər birini biz zaman keçdikcə həll edə bilirik. Buradan hər birinizə demək istəyirəm ki, başlamaqdan qətiyyən qorxmayın, çünki qorxu insanı hər dəfə bir addım geriyə salır. Durun, qərar verin və elə bu dəqiqə başlayın.